Bugün milli mətbəximizdə əgirdək resepti paylaşacağam. Xəmiri üçün yoğurma qabına ilıq süd, şəkər tozu, yumurta, əritdiyim kərə yağını, quru maya və vanil əlavə edib çırpıcı ilə yaxşı qarışdırıram. Kütləyə un və duz əlavə edib təkrar qarışdırdım. Qeyd edim ki, ərzaqların miqdarını açıqlamalar bölməsində yazacağam. Unu az-az əlavə etmək lazımdır. Ələ yapışmayan yumuşaq bir xəmir əldə olunmalıdır. 5-6 dəqiqə ərzində yoğurduğum xəmiri tam bir kündə halına gətirib qaba yerləşdirib, üzerini streçlə örtüb otaq temperaturunda təxminən 40 dəqiqə ərzində mayalandırdım. Mayalanmış xəmiri hissələrə böldüm və böldüyüm hissələri barmaq naziliyində uzunsov formaya gətirib qayçı ilə 1 sm qalınlığında kəsdim. Kiçik boy qazana dur yağı əlavə edib yağı yaxşı qızdırdım. Tamamilə qızan yağın içinə hazırladığım xəmirləri atıb tez-tez qarışdırmaqla hər tərəfini eyni səviyyədə qızartdım. Rəngi necə də möhtəşəm alındı. Bişəndən sonra mətbəx salfeti sərdiyim qaba əlavə etdim. İstər bu şəkildə, istər üzərinə şəkər pudrası ələyərək servis edə bilərsiniz. Olduqca ləzzətlidir. Mütləq yoxlamağa dəyər. Video sizlər üçün faydalı oldusa bəyənib paylaşıb rəy yazaraq dəstək ola bilərsiniz.